Yahya ibn Ma'in rahimehullah dedi. Zekeriya ibn Adi adlı şəxsin Vakidən həmin hədislər, yəni sifətlər barədə gələn hədislər haqqında soruşduğunu eşitdim. O dedi: "Mən İsmail ibn Əbi Xalid, Mis'arı və Sufyanı gördüm. Onlar həmin hədisləri rivayet edib onu təfsir etməzlər. Əbu Məsud belə dedi. Biz də bu cür deyir və bu cürdə rivayet edirik." Buradan bizə zahir olan nədir, qardaşlar? Buradan bizə zahir olan odur ki, ilk öncə biz baxırıq ki, sələf imamlarına bu barədə suallar verirlər. Yəni Allah Taala'nın sifətləri barədə suallar verirlər. Xəbəri sifətlər haqqında soruşurlar. Və sələf imamları onlara nə bildirirdi? Özlərindən əvvəlki insanlardan gördüklərini deyirlər və deyirlər ki, onlar bu şeyləri rivayet edərlər və bunu təfsir etməzlər. Biz də bilirik ki, bir şeyi təfsir etmək üsula görə onun mənasını izah etməkdir. Biz də görürük ki, onlar bu şeylərin mənasını izah etmirdilər. Yalnız bunu rivayet etməklə kifayətlənirlər və susurdular. Yox, buradan sənə heç də zahir olmadı. Sən zahir olanı görmədin. Sən diqqətlə qulaq as. Biz sənə bu məsələni izah edəcəyik. Əslində bu dəlil, bu insanın, bu yeni həmbəlin gətirdiyi dəlil çox qəribə bir dəlildir. Əcayib bir dəlildir. Dəlildə iddia etdiyiniz təfvid etiqadına dəlalət edən yeri bizə göstərin. Vəcihü şahid dillərdə bir şey dəlil gətirirsənsə, həmin o dəlil gətirilən şeydə dəlil yerini göstərmək lazımdır. Dəlil yerini göstərin bizə. Gətirdiyiniz dəlildə dəlil yerini göstərin. Hardadır dəlil yeri? Sizin iddianıza əsasən, siz nə iddia edirsiniz? Xəbəri sifətlər hansı naslarda varid olubsa, istər ayə olsun, istər hədis olsun, onun mənası qapalıdır. Muradı bilinmir, qəsdi bilinmir. Ancaq Allah bilir. Sizin iddianız budur. Belə olduğu təqdirdə sizin iddianıza əsasən, siz sələf imamlarından sifətlərin mənalarını Allaha həvalə edin kimi ifadələr gətirməlisiniz. Əslində bu cür gətirməlisiniz. Siz sələfdən bu cür ifadələr gətirməməlisiniz öz təfvid iddianıza. Sifətlər gəldiyi kimi isbat edin, gəldiyi kimi götürün, təfsir etməyin. Bu sizə yararlı deyil. Bu etdiyiniz iddiaya yararlı bir dəlil deyil. Sizin etdiyiniz iddiaya siz sələfdən bu cür nəqillər gətirməlisiniz. Sifətlərin mənalarını Allaha həvalə edin. Kimi ifadələr gətirməlisiniz siz sələf imamlarından, lakin biz bunu görmədik. Bir şey ümumiyyətlə təfsir etməmək isə onun mənasının qapalı olması demək deyil. Bunu detalınca izah edəcəm hamısını. Sadəcə hələ girişdir, müqəddimədir. Bu ifadəni sifətləri gəldiyi kimi təsdiq edin, təfsir etmədən. Diqqətlə qulaq asın qardaşlar. Diqqətlə qulaq as. Ey izləyici, fərq etmir hansı camiyənin, hansı auditoriyanın nümayəndəsisən. Sadəcə ixlaslı ol və haqqa uymağı istə. Bu ifadə sələflərin dediyi, hansı ki o rivayətlərdən birində bu insan gətirdi. Orada bir çox rivayətlər əslində qeyd edilib sələflərdən. Videonun formatı böyüməsin deyəni mən onlardan birini qeyd etdim. Bu ifadə sifətləri gəldiyi kimi təsdiq edin, təfsir etmədən, sələfin dediyi bu kimi ifadələr. Götürün onu, istənilən dilə tərcümə edin. Mümkün deyil ki, o dildə danışan və adekvat düşünə bilən birisi bunun sifətlərin mənalarının qapalı olduğu qənaətinə gəlsin. Mümkün deyil. Bu ifadədə belə bir şey yoxdur. Ümumiyyətlə, nə üçün, yəni bu maraqlıdır, nə üçün sizin dəlilləriniz bu qədər qəliz, bu qədər qapalıdır? Sən təfvid iddia edirsən, sən ki, sifətin mənası qapalıdır. Sələfdən gətirdiyin dəlil iddiyana uyğun gəlmir. Əslində sələfdən gətirdiyin dəlil nə olmalıdır? Fəvvidu mə'anihə, sifətlərin mənasını Allaha buraxın. Kimi? Sizin açıq aydın sələfdən ifadələriniz, dəlilləriniz olmalıdır. Təfsir bir şeyin, sələflər nə buyurub? Gəldiyi kimi götürün, ispat edin, təfsir etməyin. Təfsir nədir? Təfsir bir şeyin qaranlıq tərəfini, qapalı yönünü izah etməkdir. Yəni, başa düşmürsən, anlamırsan nədir? Təfsir edirsən ki, o qaranlıq, qapalı yönü sənə aşkar olsun. Təfsirin mənası budur. Əgər bir şey barəsində təfsir edilməz deyilirsə, bu deməkdir ki, onun təfsirə ehtiyacı yoxdur. Çünki aşkar olduğu üçün. Yaxşı. Sələf imamları belə ifadələri əmirruha kəmə cəət və lə tufəssiru, sifətlər gəldiyi kimi götürün və neynəməyin? Təfsir etməyin. Bu cür ifadələri səbəbsiz yerə söyləməyin. Bu mühüm məqamdır, ey izləyici. Bunu dinlə. Sələf bu cür ifadələri boş yerə söyləməyib. Bu ifadələr, sələflərin bu ifadələri, hansı ki biraz birində bu yeni həmbəli gətirdi, bu ifadələr elə zahirindən də görsəndiyi kimi nəyinsə müqabilində, yəni rəddiyə olaraq söylənilib bu ifadələr. Əmirruha kəmə cəət və lə tufəssiru. Sifətlər gəldiyi kimi götürün, təfsir etməyin. Rəddiyə olaraq söylənilib. Və biz də sələf imamlarının yaşadığı vaqiəyə baxanda görürük ki, onlar kərramiyyə, cəhmiyyə, mü'təzilərdən ibarət olan cəmiyyətlərdə yaşayıblar. Sifətlər mövzusunda onların müxalifləri elə adını çəkdiyim bu bidət tayfaları olmuşdur. Deməli, sələf imamların sifətləri gəldiyi kimi götürün, təfsir etmədən təsdiq edin ifadəsi bidət əhlinə müqabildə deyilib, onlara rəddi olaraq deyilib. Və bu sözlər deyildiyi zamana və vaqiəyə uyğun götürülməlidir. Bunu sələflər boş yerə deməyib, bu səbəbsiz yerə deyilmir, bu rəddiyyədir bu ifadələr. Bidət əhlinə rəddiyədir. Sələfin etiqadını ilkin dönəmlərdə
yazılmış Risalə və Etiqadlar kitablarından öyrənən insan bunu açıq-aydın şəkildə görür. Bu onun üçün agahdır. Lakin, indi diqqət elə, ey izləyici. Lakin, biz yenə də sələf imamlarının bu kimi sözlərini əmirruha kəmə cəət və lə tufəssiru, sifətlər gəldiyi kimi götür, təfsir etmə. Kimi sözlərinin hansı həqiqətdə, əslində hansı mənaya gəldiyini qənətbəxş şəkildə inşallah izah edəcəyik. Kəsinliklə deyirik. Bir mənalı şəkildə və heç nəyi də istisna etmədən kəsinliklə deyirik ki, sifətlər gəldiyi kimi götürün və təfsir etməyin. Sələf imamlara bu ifadələrdən iki şeyi qəsd ediblər. İki şeyi ispat edəcəm. İki şeyi qəsd ediblər. Birincisi, təfsir etməyin, yəni bidət əhlinin təfsiri kimi təfsir etməyin. Təfsir etməyin, yəni sifətlərin keyfiyyəti haqqında danışmayın. Sələf imamları təfsir etməyin deyəndə bu iki şeyi qəsd ediblər. Təbii ki, bu iddiadır, bunu deyirəm, indi bunu ispat etmək lazımdır. Bunu da ispat etməyin yolu olduqca asandır. Yolu nədir? Sələf bu mövzuda, bu babda sələflərin sözlərini cəm edəcəksən, bu zahir olacaq. Deməli dedik ki, sələflər dedikdə ki, əmirruha kəmə cəət, sifətlər gəldiyi kimi götürün. Bu heç də yeni həmbəlinin dediyi kimi, yəni sifətlərin mənası qapalıdır, ona görə təfsir etməyin. O anlama gəlmir. Sələflər bununla sifətlər təfsir edilməz. Bunu qəsd etməyib. Sələflərin qəsd etdiyi şey biraz öncə dediyimdir. Sələflər bu ifadələrlə iki şey qəsd ediblər. Təfsir etməyin, yəni bidət əhlinin təfsiri ilə təfsir etməyin. Təfsir etməyin ona görə yox ki, bu sifətlərin mənası bilinmir, qapalıdır. Təfsir etməyin, yəni keyfiyyəti haqqında danışmayın. Bunu da indi qənətbəxş şəkildə Uca Allahın izi ilə izah edəcəm. Deməli, İbn Battah rahimehullah Əl-İbanətül Kubra kitabında 2852-ci rivayət. Diqqətlə qulaq as. Rivayətdə keçir ki, İbn Battah rahimehullah deyir ki, İmam Əhməd rahimehullah görür ki, bir insan Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit olmuş bir hədis var, onu rivayət edir. O da hansı hədisdir? Rəhmənin öz qədəmini cəhənnəmin üzərinə qoyması. Həmən insan bu hədisi danışır. Danışdıqdan sonra isə hədisi danışır, deyir ki, Rəhmən qədəmini qoyacaq cəhənnəmin üzərinə. Bunu deyir, dedikdən sonra deyir ki, İnnə lihədə təfsira. Həqiqətən bu hədisin bir təfsiri var. Hədisi rivayət edir, sonra da deyir ki, həqiqətən bu hədisin bir təfsiri var. İmam Əhməd rahimehullah ondan bunu eşidən kimi dərhal böyründəki, yanındakı adama deyir ki, unzur ileyhi kəmə təqulul cəhmiyyətü səva. Deyir ona bax, eynən cəhmiyyə kimi danışır. Bu rivayət bizə onu göstərir ki, deməli, İmam Əhməd də sələf imamlarından biridir. Sələfin inkar etdiyi təfsir, cəhmilərin etdiyi, bidətçilərin həmin dönəmdə bidətçilərin etdiyi təfsirlərdir. Çünki sələf imamları əmirruha kəmə cəət, gəldiyi kimi götürün, təfsir etmədən bunlarla eyni zamanda yaşadıqları vaxtda deyiblər. Bunlarla münaqişədə olduqları vaxtda deyiblər. Ondan dəlil biri bu. İnsan Peyğəmbər sallallahu əleyhi və səlləm hədisini danışır, sonra deyir ki, qədəm hədisini, Rəhman qədəmini qoyacaq cəhənnəmin üzərinə. Deyir ki, həqiqətən bunun təfsiri var. Təfsiri var dediyinə görə İmam Əhməd onu cəhmilikdə ittiham edir. Deməli, cəhmilər özləri kimi təfsir edirdilər. Sələflər də ona görə deyib ki, yəni sifətlər gəldiyi kimi götürün, təfsir etməyin. Yəni bidət əhlinin təfsiri kimi təfsir etməyin. İbn Məndə rahimehullah özünün yazdığı Təvhid kitabında 897-ci rivayət. Orada İbn Məndə rahimehullah Sufyan ibn Uyeynədən bir rivayət gətirir, bir əsər gətirir. Sufyan ibn Uyeyn deyir ki, bu hədislər, hansı ki bu sifətlər barəsində olan bu hədislər Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih yolundan varid olmuş hədislər. Uca Allahın istiva etməsi, nuzul etməsi, qiyamət günü görülməsi və s. və ilaxır bir neçə sifətlərlə əlaqəli olan misallar çəkir və deyir ki, bunlar hamısı haqdır, bunlara biz iman edirik. Lakin bunları təfsir etmirik. Yalnız bizdən daha qabaq yaşamış və bizdən daha üstün olan imamların təfsirləri ilə təfsir edirik. Biz bu rivayət nə göstərir bizə? Biz görürük ki, təfsir var. Sələf imamlar deyəndə ki, təfsir etməyin. Heç onu qəsd etməyiblər ki, yəni sifətlərin mənası qapalıdır. Təfsir etməyin, yəni bidət əhlinin təfsirindən təfsir etməyin. Sufyan ibn Uyeynə açıqca deyir, təfsir etmirik bunları, yalnız bizdən qabaq yaşamış. Daha böyük imamlar, bizdən üstün olan imamların təfsirləri ilə nə edərik? Təfsir edərik. Açırıq Fəthül Barəni. Fəthül Baridə Hafiz ibn Həcər Lələkəyyə isnad edərək, İmam Lələkəyyə isnad edərək Muhammed ibn Həsən, deməli 13-cü cild, Fəthül Bari 13-cü cild, səhifə 500, Təvhid kitabı 22-ci bab. 22-ci bab. Hafiz ibn Həcər Lələkəyyə isnad edərək Muhammed ibn Həsən Şeybənidən, İmam Abu Hanifənin tələbəsindən bir rivayət gətirir. Rivayətdə Muhammed ibn Həsən Şeybəni buyurur ki, məşriqdən ta məğribə qədər bütün fəqihlərin hamısı ittifaq edib demişlər ki, həm kitabda, həm sünnətdə Uca Allahın
sifətləri barəsində varid olan naslar isbat edilməlidir, oxşadılmadan və təfsir edilmədən. Yəni, diqqət elə. Bu günlərdə kim o sifətlərdən hansının birini təfsir edərsə və Cəhm ibn Safvanın sözünü deyərək təfsir edərsə, artıq Peyğəmbər sallallahu əleyhi və səlləm yolundan çıxmış, Peyğəmbərin yolundan və sahabələrin yolundan çıxmış və cəmaatdan ayrı düşmüşdür. Bu rivayət bizə göstərir ki, sələflər əmirruha kəmə cəət və la tufəssiru, gəldiyi kimi götürün, təfsir etməyin. Yəni o demək deyil mənaları qapalı idi. O demək deyil ümumiyyətlə təfsir etməyin. Təfsiri inkar etməyiblər. Təfsir var, lakin onların bundan qəsdi, yəni bidət əhlinin təfsiri ilə təfsir etməyin. Aşkar şəkildə bunu Muhammed ibn Hasan Şeybani buyurur ki, yəni kim bunları təfsir edərsə bu sifətlərin hansınızı birini, Cəhm ibn Safvanın sözünü deyərək, o Peyğəmbərin və sahabənin yolundan çıxmış, cəmaatdan ayrılmış olar. Gəlirik İmam Tirmizi rahimehullahın Sünəninə. İmam Tirmizi Sünənində 3-cü cild 51-ci səhifədə görün nə deyir. Buyurur ki, artıq Allah subhanahu wa ta'ala öz kitabında bir neçə yerdə əlindən, eşitməsindən və görməsindən danışır. Cəhmilər isə bu ayələrdəki sifətlərin hamısını təvil etmişlər və elm əhlinin təfsiri kimi yox, öz təfsirləri ilə təfsir etmişlər. Və demişlər ki, Allah subhanahu wa ta'ala Adəmi əli ilə yaratmamış, çünki əlin mənası burada qüvvət və qüdrətdir. İmam Tirmizinin sözü bizə onu göstərir ki, yəni sələf imamlar dedikdə ki, sifətlər gəldiyi kimi götürün, təfsir etmədən, onlar heç də təfsir etmədən qəsdləri, yəni sifətlərin mənası qapalıdır deyənə təfsir etməyin demək deyil. Yəni ümumiyyətlə təfsiri inkar etməyiblər. Onların inkar etdiyi İmam Tirmizinin də şahidliyi ilə gördük ki, bidət əhlinin təfsirini inkar etməkdir. Çünki İmam Tirmizi rahimehullah açıq aynı şəkildə deyir. Cəhmilər sifət olan, eşitmək olan, görmək olan və bu qəbildən olan sifətlər hansı ayələrdə keçirsə, deyir, onların hamısını təvil ediblər və öz təfsirləri ilə təfsir ediblər. Elm əhlinin təfsirlərinə yox. Fəfəssəruhə alə qeyri mə fəssərə əhlül ilm. Öz təfsirləri təfsir ediblər. Elm əhlinin təfsirinə yox. Elm əhlinin təfsirinə yox. Yəni, elm əhlinin təfsirinə yox demək onu göstərir ki, təfsir var. Təfsir, inkar olunan təfsir bidət əhlinin etdiyi təfsirdir. O isə təfsirin inkar olunması sifətlərin mənasının qapalı olması anlamında deyildir. Bunu başa düşdük. Anladıq ki, sələflər əmirruha kəmə cəət və la tufəssiru, sifətlər gəldiyi kimi isbat edin, gəldiyi kimi götürün və təfsir etməyin. Yəni sələflər təfsir etməyin, o demək deyil mənalar qapalıdır. Yəni bidət əhlinin təfsiri kimi təfsir etməyin. Yaxşı, ikinci məsələ. Sələflər sifətlər gəldiyi kimi götürün, təfsir etməyin. Dedik ki, sələf imamlarının digər qəsdi də nə idi? Təfsir etməyin, yəni o sifətlərin keyfiyyətindən danışmayın. Buna dəlil nədir? Bu barədə bir neçə imamların sözünü qeyd etmək olar, lakin o mətnlər olduqca böyükdür və videonun formatı böyüməsin deyənə biri ilə kifayətlənirik. Deməli, bu oxuyacağım rivayəti. Dariqutni özünün yazdığı sifət kitabında 57-ci rivayətdə, Lələkəyi şərh usulda bu oxuyacağım rivayəti 872-ci rivayətdə qeyd etmişdir. Rivayət kimdən gəlir? Rivayəti adını çəkdiyim imamlar öz kitablarında özlərinə aid olan isnadla kimdən qeyd edirlər? Rivayət Hicrətin 224-cü ildə vəfat etmiş Əbu Ubeyd el-Qasim ibn Səlləm. Bu kimdir? Bu şəxs Əbu Ubeyd ibn Qasim Səlləm, İmam Əbu Hanifə, Məlik, Şafi, Əhməd qədər böyük imamlardan biridir. Hətta bəzi digər elm adamları bunu bu 4 məsələmin imamından daha üstün elmə sahib olduğuna və daha üstün bir imam olduğunu qeyd edir. Rivayətdə gəlir ki, Əbu Ubeyd el-Qasim ibn Səlləm sifətlərlə əlaqə olan bəzi hədisləri zikr eləyir. Allah subhanahu wa ta'ala məsələn istiva etməsidir, Rəbbin gülməsidir, qədəmini cəhənnəmin üzərinə qoymasıdır, təəccüblənməsidir, qiyamət günü görsənməsidir və s. və ilaxır. Bu qəbildən olan bəzi xəbəri sifətlərin gəldiyi hədisləri qeyd edir. Və sonra qeyd etdikdən sonra baxın görün nə deyir. Deyir ki, bu hədislər hamısı səhihdir. Hədis əhli və fəqihlər birisi digərindən bu hədisləri ötürərək rivayət etmişdir. Və bizə görə də bu hədislər nədir? Haqdır və biz hədislərə şək etmirik. Lakin birisi bizə sual versə ki, yaxşı, de görüm, Allah subhanahu wa ta'ala necə gülür? Allah subhanahu wa ta'ala qədəmini cəhənnəmin üzərinə necə qoyur? Biz ona cavabında deyirik ki, bu hədislərdəki sifətlər təfsir olunmur və kiminsə də bunları təfsir etdiyini eşitmədik. Bu rivayət onu göstərir ki, sələf əmirruha kəmə cəət və la tufəssiru, sifətlər gəldiyi kimi götürün, təfsir etmədən, bu heç də o demək deyil ki, onlar təfsir etmədən qəsdləri bu yeni Həmbəlin dediyi kimi, yəni sifətlər bağlıdır, mənası qapalıdır deyənə güya sələf imamları deyir ki, təfsir etməyin xeyr. Sələf imamların qəsdi ortadadır, sözlərini cəm etdik və o məna ortaya çıxdı. Elhamdülillah. Baxın qardaşlar, həqiqətdə bu yeni Həmbəli kimi, bunun özü və bunun kimi düşünənlərin salih sələflə heç bir əlaqəsi yoxdur.
Və mən bunu indi sizə göstərəcəm ki, bu insan ümumiyyətlə sələf imamlarının sözlərini belə başa düşmür. Anlamır. Nə yaxından, nə uzaqdan. Fikir verin. Bunun dəlil gətirdiyi sələf imamlarının sözündən biri ki, "Əmruha kəmə cəət və la tufassiru." Sifətlər gəldiyi kimi götürün və təfsir etməyin. Hansı ki, səhərdən ətrafında danışırıq. Sual çıxır ortalığa. Salih sələf bu ifadəni təkcə sifətlər haqqında işlədib, sifətlər bölməsində, sifətlər babında işlədib, xeyr. Salih sələf bu kimi sözləri "Əmruha kəmə cəət və la tufassiru" gəldiyi kimi götür, təfsir etmə. Təkcə sifətlər mövzusunda işlətməyib, başqa mövzularda işlədib, digər mövzularda işlədib. Yəni əgər sifətlər gəldiyi kimi götür, təfsir etmə, bu sifətlərin mənasının qapalı olmasına dəlalət edirsə, dəlalət edir. Sələflər təfsir etmə dedikdə sifətlərin mənasının qapalı olmasına dəlalət edirsə, sələflər bu ifadəni diqqətlə qulaq as. Sifətlər mövzusunda deyil, başqa mövzularda da işlədib. Başqa hədislər, sifət olmayan hədislər, sifət olmayan ayələr barəsində də işlədib. Bu o deməkdir ki, indi oxuyacağım o hədisləri. O hədislərin mənaları qapalıdır. O hədislərdən heç nə anlaşılmır. Misal üçün, baxın. Oxuyacağım rivayəti. Lələkəyi rahimehullah. Adil Həmdənin təhqiqi ilə Şərh-ül Usulda, Lələkəyinin kitabında həm 43-cü rivayətdə keçir, həm də 289-cu rivayətdə keçir. Lələkəyi öz isnadı ilə İmam Əhməd rahimehullahdan bir rivayət gətirir. İmam Əhməd rahimehullah diqqətlə qulaq as. Bu rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləmdən rivayət olunan 4 dənə hədis var. O 4 dənə hədisin ətrafında danışır. Birinci hədis. İmam Əhməd deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, 3 xislət var ki, kimdə varsa o insan xalis münafiqdir. Peyğəmbər digər bir hədisdə isə buyurub ki, məndən sonra bir-birlərinin boynunu vuran kafirlər kimi olmayın. Peyğəmbər digər hədisdə isə buyurub ki, əgər iki müsəlman əllərində qılınc bir-birinin üzbəüz gəlib vuruşarlarsa, öldürən də, öldürülən də odda olar. Peyğəmbər digər bir hədisdə isə buyurub ki, müsəlmanı söymək fasiqlik, onu öldürmək isə nədir? Küfürdür. İndi bax gör, İmam Əhməd bu hədisləri qeyd etdikdən sonra gör nə deyir? Deyir ki, bu hədislər təhdid bildirmək üçündür. Təhdid bildirmək üçündür. Onları gəldiyi kimi rivayət edirik və təfsir etmirik. Eynən həmən ifadədir. Sifətlər mövzusunda işlənən ifadə, bax bu hədislər barəsində də işlənib. Deyir, bu hədislər təhdid bildirmək üçündür. Onları gəldiyi kimi rivayət edirik və təfsir etmirik. Bu qəbildən olan, səhihliyi təsdiqlənmiş və etibarlı şəkildə qorunub nəql edilmiş hədislərə biz onları gəldiyi kimi qəbul edirik. Bu hədislər yalnız onların oxşarları ilə təfsir edilər. Biz bu cür hədisləri rədd etsək də belə, bunu yalnız haqqı ilə edərik. Biz burada nə görürük? Sual indi çıxa bilər ki, daha doğrusu sual verilməlidir. Sifətlər mövzusunda işlənilən ifadəni sələf bu cür hədislərdə də, yəni sifət olmayan naslarda, sifət olmayan hədis və ayələrdə də işlədib. Bunun açıqlaması odur ki, əziz qardaş, əziz dinləyici, bu oxuduğumuz rivayətlər hansı firqənin dəlil gətirib böyük günah sahibini kafir görməkdən ötəri istifadə etdiyi dəlillərdir? Xavariclərin. Xavariclər bu hədisləri dəlil gətirirlər, öz təfsirləri kimi təfsir edib, böyük günah sahibinin kafir olduğunu ispat edirlər. Bunlar hamısı xavariclərin gətirdiyi dəlillərdir. Hamısı. Sələflər də xavariclərin fəhminə qarşı bu ifadəni deyirdi. Yəni bu hədisləri İmam Əhməd necə dediyi kimi, gəldiyi kimi götürürük, təfsir etmirik. Yəni təfsir etmirik, xavariclərin təfsiri kimi təfsir etmirik. O isə bu hədislərin mənası aşkardır, ortadadır. İmam Əhməd deməkdir ki, biz bu hədisləri təfsir etmirik, yəni nə etmirik? Xavariclərin təfsiri kimi təfsir etmirik. Digər bir rivayət, baxın, bu rivayət harada keçir? Abdülğani Əl-Məqdisi Əl-Həmbəli özünün yazdığı Əl-İqtisad fil-İtiqad adlı kitabında səhifə 214-də 87-ci rivayətdə Əvzaidən nəql etdiyi rivayətə baxın. Əvzaidən bir nəql rivayət edir. Əvzai də həmin nəqli Zuhridən nəql edir. Zuhridən nəql edir. Deməli, Əvzai Zuhriyə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmdən belə bir hədis var olub. Zina edən kəs zina etdiyi zaman mömin olmaz. Zuhriyə deyir ki, bu hədisin mənası, Əvzai Zuhriyə deyir ki, bu hədisin mənası hansı anlama gəlir? Bu hədisi biz necə başa düşək? İnsan, bir mömin zina etdiyi zaman mömin olmaz. Zuhriyə deyir ki, bunun elmi, bu hədisin elmi Allahdandır. Çatdırmaq Peyğəmbərin vəzifəsidir. Təslim olmaq isə bizim üzərimizə düşür. Peyğəmbərin hədislərini gəldiyi kimi qəbul edin, təfsir etməyin. Gəldiyi kimi qəbul edin, təfsir etməyin. Bu rivayət də, bu hədis kimin dəlilləridir? Hansı bidət firqəsinin dəlilləridir? Hansı məsələdə gətirilir? Xavariclərin. Xavariclərin dəlili idi ki, bu özlərinin təfsiri kimi təfsir edib böyük günah sahibini nə edirlər? Təkfir edirdilər. Zuhri də deyir ki, bu hədis gəldiyi kimi götürün, təfsir etməyin. Sual çıxır. Müəyyən bu hədis
hansı bir qapalı, qaranlıq tərəfi var ki, sələf onun barəsində deyib ki, gəldiyi kimi götür təsvir etmə. Eyni sifətlər mövzusunda işlənilən ifadədir. Sələf bu ifadəni sifətlər mövzusunda da işlədib, vaad mövzusunda da işlədib, vaid mövzusunda da işlədib, hər mövzuda işlədib. Ümumən nəyə qəsd edib? Yəni hədislərə, naslara bidət əhlinin təfsiri kimi, bidət əhlinin yanaşması kimi yanaşılmasın və bu da zahirdir, apaçıq ortadadır.